Liqa mərhələsinin bir addımında dayanan digər komandamız Qarabağdır. Düzdür, öyrəşmədiyimiz turnirdə nə Çempionlar Liqası, nə Avroliqa, Konfrans Liqasındadılar. Amma Avrokuboksuz qalmaqdansa azı yanvara qədər Konfrans Liqasının həyəcanını yaşamaq daha yaxşıdır. Qurban Qurbanovun komandası 8-9 ay əvvəlki komandanın kölgəsini xatırladır. Hələ ki oyun planında, sistemdə, ifaçılarda qüsurlar çoxdur. Bəxtimiz gətirdi ki, 3-cü təsdiqat mərhələsində qarşımıza tarixinin ən zəif dönəmlərindən birini yaşayan Dinamo Kiyev çıxdı. 2 dəfə 1975 və 86-cı illərdə UEFA Kuboklar kubokunu qazanmış bu komanda sonuncu dəfə Bakıya 1987-ci ildə Sovetlər Birliyinin liqasının oyununda Neftçi ilə qarşılaşmaq üçün gəlmişdi. Neftçi həmin oyunu 3-1 qazanmışdı. İskəndər Cavadovun son dəqiqələrdə qapıcı Çanovun üzərindən, meydanın mərkəzindən vurduğu aşırma qol isə 40 ildir gözümün önündən getmir. 39 ildən sonra Kiyevlərin Bakıya növbəti səfəri də onların məğlubiyyəti ilə yekunlaşdı. Qarabağ hər nə qədər ötən mövsümki formasından uzaq olsa da, Qurban Qurbanov cavab maçına futbolçularını daha yaxşı motivasiya edə, daha yaxşı hazırlaya bilmişdi. Qapıda Koxalskinin yeni transfer Martin Zlomisliçin əvəzləməsi sürpriz oldu. Bosniyalı qapıcı Qarabağdakı ilk rəsmi oyunda azarkeşin rəğbətini qazandı. Əgər Yankoviçin rəqibi hədiyyəsindən sonra Zlomisliç Qarabağı qoldan xilas etməsiydi, bəlkə də Ağdam klubu üçün bu mövsümlük Avropa macərası bitmişdi. Digər yeni transfer, birinci qolun müəllifi Jali Muaddib də yaxşı oyun keçirdi. Vurduğu qol komandaya ümid verdi. İkinci hissədə maçın ən yaxşılarından olan Elvin Cəfərquliyevin rahat hülqum ötürməsindən sonra Aleksey Kaşşuk topu öz həmvətənlərinin qapısından keçirərək Preyfoya vəsiqə verən qələbəni təmin etdi. 2-0. Qaliblər əlbəttə mühakimə olunmur, amma rahatlaşmaq, arxayın danışmaq üçün də əsas yoxdur. Bir il əvvəlki Qarabağ böyük ehtimalla Niderland təmsilçisi Twenteyə qalib gələrdi. İndiki vəziyyətdə isə bundan əmin deyilik. Dinamo Kiyev müdafiəmizdəki kobud səhvləri bağışladısa, Twente amansız ola bilər. Vuran ayaq problemi qalmaqdadır. Ronaldo Sefas'ın dünənki oyunu gördükdən sonra daha çox düşünməli olursan. Futbolda şans da az rol oynamır, amma hər şeyi də şansa bağlamaq olmaz. Ümid edək ki, Twenteyə qarşı oyunlarda həm Qarabağın oyunçuları meydanda bacarıqlarının ən yaxşısını göstərəcək, həm də kritik məqamlarda şans bizim üzümüzə güləcək. Qarabağın prezidenti Tahir Gözəlin liqa mərhələsinə vəsiqə qazanacaqları halda komandaya ümumilikdə 1 milyon manat mükafat vəd etməsi də məşqçi və futbolçular üçün əlavə stimul olacaq. 10 illik aradan sonra iki Azərbaycan klubu Avrokubokların əsas mərhələsində oynamağa yaxındır. Qalır sonuncu addımı düzgün atmaq və bu işi bitirmək. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.